Salam uşaqlar, bugünkü izahımız 8-ci sinif iş dəftərindən potensial və kinetik enerji. Deyir birinci sualda. Sıxılmış yayın enerjisi necə adlanır? Deformasiya nəticəsində hissəciklər arasında qarşılıqlı təsir yaranır. Yəni biz bu yayı əlimizlə sıxırıq, sıxma nəticəsində deformasiya uğrayır və bu zaman bunların hissəcikləri arasında qarşılıqlı təsir yaranır. Və bu zamanda bu yay deyirik ki, potensial enerjiyə malik olur. İkinci sualımız. Üfüqi səthdə təcillə hərəkət edən qatarın hansı mexaniki enerjisi dəyişir? Cavabınızı əsaslandırın. Bizə nə deyir? Təcilli hərəkət edir. Yəni müəyyən ya sürəti artır, ya da azalır. Yəni sürət dəyişir. Sürət dəyişirsə, deməli bu qatar kinetik enerjisi dəyişir. Niyə? Çünki kinetik enerjisini dedik ki, biz nəyə bərabərdir kinetik enerji? mv kvadratı bölünsün 2. Sürətimiz dəyişirsə, deməli bizim mexaniki enerjinin növü olan kinetik enerjimiz də dəyişmiş olur. Üçüncü suala baxırıq. Rəfdə olan kitablar yerə nəzərən hansı mexaniki enerjiyə malikdir? Yəni rəfdəki kitablar yerdən müəyyən hündürlükdə olduğundan bu kitablar potensial enerjiyə malik olur. Nigar batutda atılıb düşür. A. Nigarın ayaqları batutdan üzüldükdən sonra batut üzərində iş görülürmü? Bəli, iş görülür. Çünki batut nigarı yuxarı itələyir. Biz dedik ki, iş nədir? İş qüvvə və yerdəyişmə hasil edir. Yəni burada qüvvə də var, yerdəyişmə də. Müəyyən nigar müəyyən yerdəyişmə icra edirsə, deməli iş görmüş olur. B-ci suala baxaq. Deformasiya etmiş batut pərdəsi hansı mexaniki enerjiyə malik olur? Deformasiya etmiş, yəni bax burada batut aşağı-yuxarı hərəkət edir, yerini dəyişir, hissəcikləri yerini dəyişir. Deməli bu zaman potensial enerjiyə malik olur. C-də soruşur, batut pərdəsi əvvəlki vəziyyətinə qayıdarkən onun enerjisi hansı enerjiyə çevrilir? Dedik ki, batutu əvvəlcə hansı enerjisi var? Potensial enerjisi var. Və görürük, bu nigar müəyyən bir sürət alıb yuxarı qalxır. Deməli, potensial enerji kinetik enerjiyə çevrilmiş olur. 5-ci suala baxaq. Şəkildəki elektrik sahələrinin hansılarında mexaniki enerji elektrik enerjisinə çevrilir? Nəyi soruşur? Mexaniki enerjini elektrik enerjisinə soruşur. Baxaq birinci suala. Burada cavabımız 3 və 4-dür. Baxın, 3 və 4-dür. Birinci suala, birinci şəklə baxaq. Günəş elektrik stansiyası. Yəni istilik günəş enerjisindən elektrik enerjisi alır, amma bizə deyir ki, mexanik enerjidən. İkinci də istilik enerjisindən elektrik enerjisi alır. Lakin üçüncüdə külək bu pərləri fırladır. Fırlanması nəticəsində müəyyən bir sürətə malik olur. Yəni burada mexanik enerji yaranır, kinetik enerji. Mexanik enerjinin iki növü var. Kinetik və potensial. Burada yaranır kinetik enerji. Kinetik enerjiden yaranan sonra bu kinetik enerji elektrik enerjisinə çevrilir. Dördüncüdə isə bəndlər qoyurlar suyun qarşısına ki, su yüksəklikdən gəlsin. Yəni müəyyən bir h hündürlüyündən gəlsin, müəyyən bir potensial enerjisi olsun. Potensial enerji sayəsində deməli su potensial enerjidən elektrik enerjisinə çevrilir. Yəni cavab burada 3 və 4-dür. 6-cı sual. Keçmişdə insanlar od əldə etmək üçün quru oduncaqları bir-birinə sürtürdülər. Sürtünmə nəticəsində hansı mexaniki enerji istilik enerjisinə çevrilir? Baxın nə deyir? Hansı mexaniki enerji? Bu odunu sürtür, yəni müəyyən bir hərəkətə gətirir. Hərəkətə gətirirsə biz deyirik ki, hansı mexanikanın hansı enerjisi? Mexanikanın kinetik enerjisi deməli. Kinetik enerjisi olur ki, bu mexanikanın kinetik enerjisi. İkinci, nə üçün insanlar oduncaqları bir-birinə yavaş deyil, tez-tez sürtürlər? Deyirik ki, tez-tez sürtdükdə sürtünmə nəticəsində daha çox sinir, bu da odunun daha tez alışmasına səbəb olur. 7-ci suala baxaq. Nə soruşur bizdən? Enerjinin vahidi. Enerji dedik ki, 1 jouldur. Joulun açılışını Newton vurulsun metr kimi yazsaq, Newton da açılışını kilogram vurulsun metr bölünsün saniyənin kvadratı. Bir dənə də bu da metr var, olur metrin kvadratı. Deməli, BC-də joulun əsas vahidi, beynəlxalq fasillər sistemi kilogram vurulsun metr kvadratı bölünsün saniyənin kvadratı. Nə deyir birinci sualda? Hansı kəmiyyət elastik deformasiya olunmuş cismin sərtliyi ilə uzanmasının dəyişməsindən asılıdır? Hansı kəmiyyət? Yəni burada
Deməli deyirik ki, potensial enerjinin düsturlarına baxın, bir dənə xatırlayaq. Kx kvadratı bölünsün 2. Və bu kx kvadratı bölünsün 2 haradan gəlir uşaqlar? F bərabərdir deyirik ki, k delta x-dir. Əslində delta x-dir, mən hər dəfə x yazıram. K delta x. Bax buradan bu kx kvadratının x-in birini kənara qoysaq olur f x bölünsün 2. Yəni bunların hamısı potensial enerjinin düsturlarıdır. Bir dənə də əvəz eləsək f kvadratı bölünsün 2k. Bax bunların hər üçü potensial enerjinin düsturlarıdır. Bizə nə deyir? Bax bizə bu düsturdan söhbət edir. Yəni cavabımız potensial enerji. Sərtliyi məlum olan yayın potensial enerjisini hesablamaq üçün hansı cihazdan istifadə etmək lazımdır? Sərtliyi məlum olan. Deməli, potensial enerjinin bir dənə yenə düsturunu yazaq. Nə dedik? K x kvadratı bölünsün 2. Bax, deyir sərtliyi məlum olan. Yəni, K'sı məlumdur, lazım deyil bizə K. Bizim nəyimiz qalır? X-imiz. X nə idi? Uzanma. Uzanmanın nəyinə ölçülür? Yəni, əlbəttə ki, ölçü lenti ilə. Ölçü lenti, ruletka, xətkeş. Üçü də olsa, hər üçünü də götürmək olar. Yəni, belə. Üçüncü sualımıza gəldik. Üfüqi yolda hərəkətə başlayan avtobus sürətini getdikcə artırır. Sürətini artırır. Avtobusun kinetik enerjisi necə dəyişir? Kinetik enerji mv kvadratı bölünsün 2-dir. Bizə nə deyir şərtdə? Şərtdə deyir ki, sürətini artırır. Sürətini artırırsa bizim kinetik enerjimiz də sürətlə kvadratik düz asılı olduğundan, deməli bizim kinetik enerjimiz də artmış olur. B-də nə deyir bizə? Avtobusun potensial enerjisi necə dəyişir? Potensial enerji üfüqi səthlərdə dedik ki, mgh. Kütləmiz dəyişmir. Sərbəst düşmə tezliyimiz dəyişmir. Hündürlük həmişə yer səthində. Bu da dəyişmirsə, onda bizim potensial enerjimiz də dəyişməz qalar, sabit qalar. Dördüncü suala keçək. Niger qutunu yuxarı mərtəbəyə qaldırır. Yükün potensial enerjisi necə dəyişir? Təsəvvürümüzə gətirək ki, yük əvvəl aşağıdaydı və bunda yer səthi qəbul edək. İlk öncə hündürlüyümüz bu qədər, sonraki hündürlüyümüz isə bu qədər. Görürük ki, gəlin buna H1 deyək, ikinci hündürlüyümüzə də H2 deyək. Buradan görünür ki, H2 böyükdür H1-dən. Yəni, hündürlüyümüz get-gedə artırsa, deməli, bizim potensial enerjimiz də əvvəlki potensial enerjimizdən çox olmuş olar. Necə dəyişər? Potensial enerjimiz artar. B-də isə nə deyil? Yükün kinetik enerjisi necə dəyişər? Biz deyirik ki, tam enerji potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Tapdıq ki, kinetik enerjimiz artır. Kinetik enerji artır və tam enerjimiz sabit qalması üçün bizim kinetik enerjimiz azalmalıdır. Yəni, potensial artırsa, kinetik enerjimiz azalmalıdır. 5-ci suala baxaq. Kütləsi 2 kiloqram olan cismin yer səthindən 30 metr hündürlükdədir. Bu cismin yer səthindən nəzərən potensial enerjisini hesablayın. Potensial enerjimizin düsturu mgh. M'imiz 2 kiloqram, J'imiz 10, H'imiz da 30. Bu dedər 600, enerjinin vahidi də joule. Avtobusun sürəti 2 dəfə artarsa, kinetik enerji necədir? Dedik ki, kinetik enerji sürətin kvadratı ilə düz asılıdır. Kvadratı ilə. Sürəti 2 dəfə artırsaq, sürətin yerinə 2 qoyub kvadrat eləyir. Olur 4. Deməli, bu zaman kinetik enerji 4 dəfə artmış olar. 7-ci suala baxaq. Kütləsi 1500 kiloqram olan avtomobil və kütləsi 200 kiloqram olan motosiklet qırmızı işıqda dayanır. Onların kinetik enerjisi nəyə bərabərdir? Bizə burada nə deyir? Dayanır. Dayanırsa bunların sürətləri nəyə bərabərdir? Sıfıra bərabərdir. Əgər sürətimiz sıfırdırsa, deməli bizim kinetik enerjimiz də sıfıra bərabər olar. Nicat sabit sürətlə paraşütlə yerə enir. Bax, bizə ipucu bir dənə görürük sabit sürətlə. Birinci sualı oxuyuram. Nicata təsir edən əvəzləyici qüvvənin gördüyü iş nəyə bərabərdir? Əvəzləyici qüvvənin gördüyü iş. İş bərabərdir. Əvəzləyici qüvvənin gördüyü işə. Bərabərdir. Əvəzləyici qüvvə uşaqlar burada nə dedi? Sabit sürətlədir. Sabit sürətlədə, yəni təciliyim yoxdur, sıfırdır. V bərabərdir, konstantdır. Sabit sürətlə. Bu zaman mənim qüvvəm olar, qüvvə əvəzləyici qüvvəm də deməli sıfıra bərabərdir.
Bu zaman mən iş görmərəm, işim, əvəzləyici qüvvəmin işi sıfıra bərabər olar. Yəni burada ağırlıq qüvvəsinin işini soruşmur. Əvəzləyici qüvvənin işini soruşur. Sabit sürətlə dediyinə görə də əvəzləyici qüvvəmiz sıfıra bərabər olar. B-də nə deyir? Enərkən nicatın potensial enerjisi necə dəyişir? Bax, yerə enir deyir də. Yer səthini götürsək, bir müddətdən yuxarıda olur, sonra yavaş-yavaş düşür aşağı. Yəni hündürlüklər nə eləyir? Getdikcə azalır. Hündürlük azaldığından deyirik ki, potensial enerjimiz də azalmış olar. 9-cu suala baxaq. Cismin potensial enerjisinin onun yer səthindən olan hündürlükdən asılılıq düsturunu yaz. Nə dedik? P bərabərdir mgh-a. Görürəm ki, buradan potensial enerji hündürlüklə düz asılıdır. 10-cu suala baxaq. Sabit sürətlə hərəkət edən cismin kinetik enerjisi zamandan asılı qrafikini çək. Bax, yenə bizə diqqətlə baxsaq deyir sabit sürətlə. Mənim sürətim dəyişmir, Və biz də bilirik ki, kinetik enerjimizdə mv kvadratı bölünsün 2. Mən cisim hərəkət edirsə onun kütləsi dəyişməz də. Kütlə çünki sürətdən asılı deyil, zamandan asılı deyil. Və bizə şərtdə deyir ki, sürətim də sabitdir. Bu zaman mənim kinetik enerjim niyə dəyişsin ki? Kinetik enerjim də zamandan asılı olmayaraq sabit qalır. 11-ci suala baxırıq. 4 sm sıxılmış yayın potensial enerjisi 80 joule olarsa, yayın sərtliyini hesablayın. Deməli, sıxılmış yay sərtlik. Hansı düsturdan istifadə edəcəyik biz? Potensial enerji üçün kx kvadratı bölünsün 2. Nəyi soruşur bizə? Sərtlik. Yəni, buradan k-nı tapaq. X kvadratı məxrəcə düşür. 2y potensial. Yerinə qoyaq, yazaq. 2 vurulsun 80. X-imiz uşaqlar santimetrləndir, metrə çevirək. Yəni 0,4. Və bunu da kvadrata yüksəltsək, olur 0,0016. Bərabərdir. Vergüldən azad eləsək, bax, buradan 10.000-ə vursaq, bu da yuxarıda elə bil 4 dənə 0 artır. 1, 2, 3, 4. 8 dəfə 2, 16, bu 16 ilə gedir. Nəyimiz qaldı? Bunu da ayırsaq, 100. 3 sıfırı atapaq belə olur. 3 dənə 0 Newton bölünsün metr. Bu 3 dənə 0-ı da assaq eləyir. Deməli, k-mız bərabərdir. Sərtliyi soruşurdu. 100 kilonewton bölünsün metr. Cavabımız 100 kilonewton bölünsün metr. 12-ci suala baxaq. 12-ci sualda nə deyir? Deyir ki, şəkildəki cisimlər yerə düşdükdə onlar üzərində ağırlıq qüvvəsinin gördüyü işlər arasında münasibəti tapın. Baxağın uşaqlar, gördüyü işlər, iş potensial enerjinin dəyişməsidir. Yəni mgh-dır. Gəlin birinci halda baxaq, birinci şəklə baxaq. Kütləmiz 2 kiloqram vurulsun, J'miz 10, H-ımızı neçə verib? 4 metr. Bu neçə eləyir? 80 metr. İkinci, kütləmizə baxaq 8, vurulsun J'miz 10, vurulsun hündürlüyümüz 2 metr. Bu dedər 160 metr nə idi yazmışam? 160 joule. Deməli görürük ki, ikinci iş birinci işdən 2 dəfə çoxdur. Bax, nisbətini götürək, nisbət şəklində götürək. Alırıq nə? A1 bölünsün A2 bərabərdir. 80 bölünsün 160. Bunlar da ixtisar gedər, qalar 2. Çarpaz vursaq nə alırıq? A2 bərabərdir 2A1-ə. Yəni cavabımız D, B variantı. 13-cü suala gəldik. Leyla yayı 5 cm sıxıb, Nigar isə eyni yayı 5 cm dartıb sərbəst buraxdı. Yay eyni qədər sıxılarkən və ya dartılarkən potensial enerji arasında fərq varmı? Cavabınızı əsaslandırın. Heç bir fərq yoxdur. Çünki biz deformasiyanı keçəndə dedik ki, delta x həm uzanma, həm də sıxılmaya bərabərdir. Yəni delta x nə deməkdir? Həm sıxılma, həm də uzanma. Yəni bu zaman potensial enerjinin düsturunda da k delta x bölünsün, kx kvadratı bölünsün 2-dir. Eyni yay deyir, eyni yay. K'larımız eyni, x'lərimiz də eyni isə bizim potensial enerji arasında bir fərq olmur. 14-cü suala baxaq. 20 ton kütləsi olan yük avtomobili ilə
1,5 ton olan kütləsi olan minik avtomobillərin sürətləri bərabər olarsa, kinetik enerjilərinin nisbətini soruşur. Yükün minikə soruşur. Kinetik enerjinin düsturu nə idi? mv kvadratı bölünsün 2. Bizə nə deyir? Sürətləri bərabər. Bax, bu sürətlər bərabərdirsə, kinetik enerji kütlə ilə necə asılı qalır? Düz. Bizdən nəyi soruşur? Kinetikin, yükün kinetikinin, minik avtomobilin kinetikinə. Dedik ki, kütlə ilə düz asılıdır. Bunun ayağında yük, bunun ayağında onda minik yazmalıyam. Düz asılıdırsa. Yük avtomobilin kütləsi çevirmirəm kiloqrama, çünki nisbəti ixtisar olunacaq. Deyirik 20 bölünsün 1,5. Bunu da vergüldən azad eləsək, eləyir 20 bölünsün 15. Nəyə ixtisar gedək? 5-ə ixtisar getsin. 5-ə gedir, alır 40-da 3. Elə belə də saxlayaq. Nisbətimiz 40 bölünsün 3 şəklində. Sürəti 72 km bölünsün saat. Bunu tez metr bölünsün saniyə çevirək. Yəni 18-də 5-ə vuraq, olur 20 metr bölünsün saniyə. Enerjimiz var, kütləmizi soruşur. Deməli, kinetik enerjimizin düsturu mv kvadratı bölünsün 2. Buradan kütləni tapsaq, sürətin kvadratı aşağı düşür. 2y kinetik. Bərabərdir. 2 vurulsun 80. 20-nin kvadratı eləyir 400. Sıfırlar gedər. 8 dəfə 5 40. Olur 5-də 2. Bunu da eləyir kinetik 0,4 nə? Joule. Joule nə? Yox, bizə kütləni soruşurdu məndən. Bir dəqiqə, joule yox. Kiloqram. Biz kütləni axtarırdıq çünki. Gəldik. Bitdi. Bu qədər. Səhifə 37-yə kimi izahını elədik. Listdən başladıq. 33-dən.